Azərbaycan hər zaman Əfqanistanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib. Bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general polkovnik Əlin Ağayev Bakıda Əfqanistan regional təmaslar, təhlükəsizlik və inkişaf mövzusunda keçirilən beynəlxalq konferansda deyib. O bildirib ki, Azərbaycan bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib. Əfqanistana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir. Xidmət rəisi Əfqanistanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasının vacibliyini bildirib və qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Əfqanistanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır. Əfqanistanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər. Konferansda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlı çıxışlar edib. Tədbirin Əfqanistanda sülhün və təhlükəsizliyin təminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlar açacağına, beynəlxalq aləm tərəfindən Əfqanistanda davamlı sabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarını bildiriblər.